Salam değerli izleyicilerim, kanalımıza hoş geldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni soruşacaq olsanız daha yaxşıyam. Çünki axşam nəhayət ki 12 radələrində yata bilmişəm. Neçə günlər demişdim ki sizə gec yatıram. Gec yatdığım üçün də gec oyanıram. Ona görə də gün hardan gəlir, gedir bilinmir. Hardasa saat 11'də tutalım, 12'də oyandığım falan da olub. 1 saat ayılmağa falan düşünün. Ondan sonra ancaq olur ki durursan ayağa duranda da olur axşamüstü olanda da uşağı aparırsan parka. Yəni nəsə axır ki gecədə iş görmək olmur. Ona görə də düşünürəm ki gecə yuxusunun nə qədər önəmli olduğunu anladığım bir dövrdəyəm. Mən səhər sübdən burada oyanmışam. Yoldaşımı da işə yola salandan sonra biraz evləri səliqəyə salacağım ki, mənə mane olan heç bir şey olmasın. Çünki əlavə iş görə bilmirəm. Hansı ki dediyim gec yatanda, səhər də belə gec oyananda ancaq oyanırsan ki, yəni evin səliqəsidir, yüngül toz sorandı, yeməkdir, içməkdir, belə əlavə heç bir iş görmək olmur. Ona görə də otaqları səliqəyə salıram sübdən oyanmışkən. O gülü də gördüyünüz kimi oyanandan sonra çəkirəm artıq son zamanlar günəşin qarşısına ki, çünki o güllərə yaxşı günəş dəymir. Hər bir yerə səliqəyə salıram. Burada səliqəyə salmağıma vaxt getməsin deyə onları sizə göstərmirəm ki, əlavə iş görə bilim. Bu arada Hüseyin də ayaqqabısını qoyuram ki, birazdan yuyaram bunu. Hansı ki fikir vermişəm ki, birinci ev səliqəli olanda ondan sonra adamın beyni də açılır, ürəyin nə istəyirsə onu da eləməyə adamda həvəs olur. İstəyirsən burada yemək bişir, istəyirsən əlavə şirniyyat bişir, istəyirsən nəsə video düzəlt, həqiqətən təmiz evdə adamın beyni açılır. Amma bunları birinci saxlasaydım, digər işlərimi, məsələn video montaj falan eləsəydim, düz montaj eləyib qutarana qədər ürəyimdə fikirləşəcəydim ki, qablar qalıb, ev səliqəsizdir. Ona görə də birinci bunları aradan çıxardanda digər işləri beyin rahatlığı ilə eləyə bilirəm. Qızlar, keçən dəfə ikisi bir arada almışdım bundan, yadınıza gəlirsə. İkisi birini alana birinin hədiyyə idi. İndi mən başqa bir şey alandan sonra başa düşmüşəm ki, bu həqiqətən də niyə ucuzuymuş? Çünki duzdur. İndi normal bir dənəsini də almışam. Onun fərqinə baxalım. Bu yoxa çıxır, görürsünüz, əlinizlə yoxa çıxır. Əridir. Amma bu heç vaxtı yoxa çıxmır. Hara tökdümsə duz kimi qaldı. Ona görə də bunu təmizləmək mümkün deyil. Çünki ərimir. Duz kimi qalır. Araz marketdən almışdım bunu. Mümkün deyil. Görürsün, nə edirəmsə ərimir. Amma bu yox oldu. Bu belə su olur, yox olur. Vaxtılı oyanmağın avantajlarını görürsünüz də. Hətta sizə müşahidə belə çəkmişəm. Hətta saat 7-dir. Mən bütün işlərimi belə bitirmişəm. Hətta burada həvəsim var ki, Hüseyin oyanana qədər ona xarik hazırlayım. Xoşlayır çünki görəndə bilirəm ki, sevinəcək. Onun üçün də yəqin ki, artıq hamınız bilirsiniz. Çörəkləri bu formada doğrayıram. Üzərinə yağ əlavə edirəm, duru yağ, sarımsaq əlavə edirəm, bir də duz. Sonra onların hamısını əlimlə qəşəng qarışdırıram. Qoyuram sobaya, hansı ki, çörəklərin yağı qurusun, quru olsun, xırt-xırt olur. Əslində bunu Hüseyindən çox özüm xoşlayıram, amma ki çox kökəldir adamı. Bir ara bunu çox eləyirdim, həqiqətən də adama kilo aldırır. Suxariki hazırlayandan sonra bütün otaqlarda səliqəli idi. Hüseyin oyanmadan getdim, mən də 2 saat yatdım. Yəni həqiqətən o 1-2 saat mənə səhər-səhər qənimət kimi qaldı. İndi isə oyanmışam, artıq heç bir işim, əlavə işim yoxdur. Evlər düzənlidir. Hüseyin də oturub suxarikini yemişkən mən də bütün işlərimi, yəni əlavə işlərimi görə bilərəm. Hansı ki hər gün oyanıram, mən günlük işlər görürəm dediyim kimi. İndi isə əlavə iş görə biləcəyim üçün sevinirəm ki, yəni əlavə bir vaxt tapdım ki, işlərimi görə bilim. Neçə gündür ümumiyyətcə mən gec oyanıram, yuxudan doymuram demək olar ki, yuxudan doymayanda da hansı ki deyirəm ki, məsələn 12 işləmiş falan oyanıram, gec yatdığıma görə gec oyanıram. Oyanandan sonra da mən də alışmışam ki, yəni əvvəl uşaqlığımdan bu yana mən günorta yatmağı sevirəm. Yəni nə olursa olsun, ümumiyyətcə yatmağı mən sevirəm. Yəni tez oyanmağıma baxmayın, elə bilərsiniz ki, mən yatmağı sevmirəm. Normalda mən yatmağı sevirəm. Baxıram ki, günorta oyansam da yenə də yuxum gəlir. Yenə də günorta məsələn 3-4 radələrində mənim yenə də yuxum gəlir, yenə də gözümün acısını alıram. Fikirləşdim ki, yenə də mən yatanamsa, heç olmayan səhər durum elə yatımda. Yəni adamı yandırır, nə səhər durmamsan, günortaya yaxın durmusan, nə də günortada yenə yuxun gəlir, yatırsan. Heç olmayanda səhər oyanım, bilim ki, yuxuya layiqəm. Bu arada sizə mən demişdim ki, hər gücüm çatmır. Məsələn, bir gün içərisində çox işləri görüm, amma bunu stres eləmirəm. Qırılan qoşundandır deyib, sıfırdan bir üstündür deyib. Gündə biraz da olsun iş görürəm. Hansı ki, günə 2 dənə dolab da olsa mən təmizləyirəm. Artıq Hüseynin otağında dolabların çoxunu təmizləmişəm. Bir dənə dəsmaldır, pasteldir,
bunlar qalıb. Bunları da səliqəyə salıram ki, düzəlsin. Ondan sonra keçəcəm inşallah mətbəxə. Bu aralar tamam rejimim pozulub. Rejim pozulanda adam özünü narahat hiss eləyir. Hansı ki, əvvəl bilirdiniz ki, mən saat sübh namazından sonra yatmırdım. İndi isə yatıram, özü də necə yatıram. Həqiqətən bu məni narahat eləyir. İstəyirəm ki, oyanım, yəni bütün işlərimi falan görüm. Hələ yəni saat 6 radələrində başlamışamsa, bu da mənim üçün böyük bir şeydir. İnşallah biraz da qabağa çəkə bilərəm. Bu 2 dənəni oradan çıxartdım çünki bunlar çox böyük dəsmaldır. Bunu adətən dənizə filan gedəndə verirəm, aparırlar. Ona görə də bunları ora qoymayacağam. Deyirsiniz ki, niyə sübdən oyanmaq istəyirəm? Allah əlimdən almayıb ki, digər vaxtları biraz qalım sonra oyanım. Həqiqətən yuxunun mayasıdır. Biraz artıq yatanda adam istəyir ki, yenə də yatsın. Nə qədər yatırsan da, yuxudan da doymursan. Yəni həqiqətən doymuram mən yuxudan son zamanlar. Və oyanandan sonra da çox yatdığın üçün ağırlaşmış olursan, halın olmur, əlin qolun keyir. O key atılana qədər də baxırsan ki, ancaq yoldaşın da gəlməyinə az qalır. Yeməyi də bişirməlisən, ortalığı da səliqəyə salmalısan, uşağa da baxmalısan. Baxırsan ki, ancaq elə gündəlik işlərlə məşğul oldun, əlavə heç bir iş görə bilmədin. Əlavə yəni bir video çəkə bilmədin və yaxud nəsə istədiyin bir işi görə bilmədin. Həm də sübh namazından sonra yatmayanda adam bilirsən ki, zaten yatmayacaqsan. Ona görə kim nəsə deyəndə belə beynin açıq olur. Məsələn, məktub yazmaq Allaha nə zamandır ki, yazmıram. Çünki sübh namazını elə qılan kimi elə bir onu da elə qılırsan ki, Allah göstərməsə, yəni ürəklə qıla bilmirsən. O qədər yuxuda qalır ki, fikrin. Elə qılırsan, qılan kimi də qaçırsan, yatırsan. Nə son zamanlar Allaha məktub yazdığımı, yəni xatırlamıram. İstəyirəm ki, təzədən başlayım. Çünki yazdığım vaxtlar həqiqətən ürəyim nə istəyirdi olurdu və beynim də rahat olurdu. Özümü də gümrah hiss eləyirdim gün boyu. Və yaxud indi yuxulusan da, yatmısan namazdan sonra, yoldaşı yola salanda elə fasonda deyirsən ki, yəni nə yemək yeyəcəksən, gözün biri yumlu, biri açılı. Adam istəmir ki, səndən bir yemək istəsinlər. Yəni deyirsən, yoldaşım onda deyir ki, özüm nəsə tapıb yeyəcəm, narahat olma. Həqiqətən də adam sübh namazından sonra yatmayanda elə bir qıvraq olursan ki, yoldaşın durmamış yemək də hazırlayırsan, Allaha məktubu da yazmısan, sonra nə qədər istəyirsən gedib yatsan, mənə yəni onda vicdan azabı çəkmirəm də, deyirəm ki, bütün öhdəçiliklərimin üstündən gəlmişəm, indi rahat bir yuxu çəkə bilərəm. Video çox axırına getmədən, ola bilər ki, sona qədər izləməyən olar. Xahiş edirəm videonun bu yerində videonu bəyənməyi, kanala abunə olmağı və mənə rəy yazmağı unutmayın, çünki bunlar mənim üçün həqiqətən də çox önəmlidir. Əl üz dəsmallarını da bu formada bükürəm. Adətən uzunsov bükürəm. Çünki bizim şkaflar uzun formadadır. Yəni ona görə xırda eləsəm alınmayacaq, yer çox tutacaq. Ona görə də uzun eləyirəm ki, bütün hamısı çatsın. Gördüyünüz kimi nə qədər dəsmal var. Mən hələ ailə həyatı qurandan bir dəfə də olsa evə dəsmal almamışam. Bunlar hamısı mənə anamın aldıqlarıdır. Yəni çox sağ olsun, bir sürü dəsmal alıb. Yəni mən alsam özümə hər şeydən tutalım ki, indi dəsmalda ondan 3-4 dənə bəlkə alardım, amma ümumiyyətcə evdə 1-2 xoşum gəlir ki, hər şeydən 1-2 dənə olsun, çox olmasın. Yəni lazımlı əşya bir dənə lazımdırsa, mən bəs edirsə bir dənə bəs eləyər. İkincini yəni almıram. İkinci mənim üçün artıq gəlir. Bu xarab olandan sonra gedib ikincini alıram. Burada çay dəsmallar da hələ nə qədərsini atmışam. Bir sürü çay dəsmallar da var. Yəni anam sağ olsun, həqiqətən əziyyət çəkib gedib alıb. Yəni amma mənə qalsa bu qədər dəsmal, çünki onu işlədə bilmirəm. Görə artıq neçə ildir ailə həyatı qurmuşam. O dəsmallar hamısını işlətmək mümkün deyil. Hələ təzələri də var. Təzələrini yuxarı hissəyə qoymuşam ki, nə zamansa evə qonaq gələrsə, heç olmaya təzə dəsmal qalsın ki, ona ilk dəfə gəldiyi üçün verməyə. Bu balaca dəsmallar isə hansı ki, dəstəmaz üçün istifadə etdiyim dəsmallardır. Balacadır deyə yaxşıdır, üzü rahat silmək olur. Videonun əvvəlində deyəcəydim, tamam yadımdan çıxıb dəstəmaz dedim, yadıma düşdü. Hansı ki, Məhərrəm ayının başlığında görmüşdüm. Mən də başladım həmin vaxtdan eləməyə. Əgər bilməyənlər varsa, mütləq siz də eləyin, qaçırtmayın. Deməli, orada deyilirdi ki, Məhərrəm ayında hər gün 100 İxlas surəsini oxumaq lazımdır. Hər gün 100 İxlas surəsini 12-ci imamımıza göndəririk. Savabını isə ehsan eləyirik. İmam Hüseyin əleyhissalama o qədər faydalıdır ki, yəni həm bu dünyada, həm axirətdə, bu dünyada da bütün arzuların açarı da belə bir şey deyilmişdi. O qədər xoşum gəldi. Həm İxlas surəsi asandır. 100 dənə nədir ki? Pomidorlu spagetti. Spagetti də deyil, qarışdırmışam makaronları. Hərəsindən biraz qalanları istifadə eləmişəm birlikdə. Əslində belə görüntü xoşuma gəlir. Orada balaca paltarlardır. Əslində onları salafana yığmaq lazımdır. Çoxdular. Salafanlarda da çoxdular. Artıq yerləşmir. Burada vingül, vetrovkalar filan, balaca kurtkalar, futbolkaları bura yığdım. Bayıra geyindiklərini, evə geyindiklərini. Burada biraz uzun qolları. Burada da qışda geyinəcək şeylərdir.
Buralarda səlqəyə saldım. Yuxarıda istifadə eləmədiyim təzə dəsmallar, istifadə eləmədiyim ədyallar falan. Burada da sıxollar, dəsmallar, mətbəx dəsmalları, adi dəsmallar, çay dəsmalları, balış üzü, bir də ki, burada da pastellər. İndi isə biraz ara verib çay falan içdikdən sonra davam eləyirəm hansı ki dərman sıyırmasına. Bu dərman sıyırmasını o qədər gec təmizləmişəm. Yəni təmizlədiyim yadıma gəlmir o dərəcədə. Ona görə də vaxtı gəlib çatmışdı. Həqiqətən vaxt eləyə bilmirdim ki, buna xüsusi vaxt ayırım. Burada səlqəsiz olanda adam hirslənir, istədiyi şeyi tapa bilmir. Bir adam da görəndə ki, sən oranı səlqəsiz qoymusan, o da istədiyi kimi atır. Eləcə elə bir döngü yaranır ki, ora məhv olur. Ona görə içərisində nə varsa hamısını gətirdim, qoydum bura. Adətən buraları 4-5 aydan bir falan təmizləyirəm. Amma mənə elə gəlir ki, bu dəfə çoxdan da təmizləmirəm. Burada hansı ki təmizləyəndə hər dəfə baxıram mütləq üstünə ki, vaxtı keçmiş məhsullar varsa, onların hamısını atıram. İndi özünüz görəcəksiniz ki, mən nə qədər buradan dərman atdım. Yəni halbuki təptəzə qalıb istifadə eləməmişik, amma vaxtı keçib deyə hər zaman diqqət eləyirəm. Keçən kimi hamısını zibilə atıram. Evə hansı ki təməl alınan dərmanlar ki var, onlar bitən kimi gedib alıram. Onlar biri parasetamoldur. Yəqin ki sizdə belədir. Yəni qızma salmaq üçün parasetamoldur, böyüklər üçün. Özü rusun olanını alıram. Hansı ki onlar da qəpiyə olur, ya manatı olur, yəni çox ucuzadır. Və çıtramondur baş ağrısı üçün. Ən çox xəstələnəndə istifadə edirik aspirin və parasetamol. Çünki onların ikisi həqiqətən adamı dirildir və yara yapışdıran banddır. Ondan sonra valeriyandır ya və yaxud karvaloldur. Narahat hiss eləyəndə istifadə etmək üçün. Sonra spirtdir, yoddur, pambıqdır. Əsas da bizdə kamfora masla çox işlənilir soyuqlayan kimi. Yəni yoldaşım da xoşu gəlir ki, həmən yeri kamfora vurur. Yəni deyim ki, ən təməl şeylər bunlardır. Yəni bitən kimi gedib alıram. İndi bilmirəm, yadımdan çıxa bilər. Amma ümumiyyətcə mənim anamla ən böyük problemlərimizdən biri həmişə mən dərman içən olmamışam, dərman içməyi xoşlamamışam. Hüseynə də verməmişəm. Uşaqlıqdan dərman Hüseynə vermirdim. Hər zaman bunun üstündə sözümüz düşür anamla. Çünki dərmanlara güvənmirəm, dərman çıxardan adamlara güvənmirəm. Ona görə də düzdür, məcbur həmişə deyirəm, Allah məcbur buraxmasın. Pis xəstəlik olarsa, təbii ki, mən belə danışmağımla deyil. Məcbur o dərmanları mən uşağa verməliyəm. Verənlər də var. Çünki başqa bir çarə yoxdur. Amma ciddi bir dərdi olmayana qədər dərman verməyi sevmirəm. Çünki bilirəm ki, o dərmanların bir yerə xeyri varsa, mütləq şəkildə başqa bir yerə zərəri var. Çünki elə bir sistem üzərinə qurulub ki, bizə bir şey verəndə haramızsa məhv eləyirlər ki, bizim o xəstəxanadan, bizim o dərmanlardan əlimiz, ayağımız kəsilməsin. Ona görə də mən güvənmirəm. Nə qədər desələr də çox güvənilir firmadır. Hər zaman anamla bu barədə bizim sözümüz düşür ki, nə qədər güvənilir olsa da, mən bilmirəm, o mənim atamın firması deyil ki, adam bilim ki, nə dərəcədə güvənilirdi. Ona görə çox ciddi bir problem olmayana qədər həkimə aparıb yoxlatdırıram. Çox olub ki, Hüseyni balacalıqda həkimə aparıb yoxlatdırmışam. Həkim yazıb ki, yüngül əsəb dərmanı, çox hiperaktiv idi. Hüseyn məni çox yorub. Həqiqətən mənim günüm gün olmayıb uşaqlıqdan. Hüseyn yatmırdı. Həkim ona dərman yazmışdı ki, o yaxşı yatsın, amma mən bayıra çıxan kimi onu cırıb atmışdım. Çünki uşağıma özüm rahat olum deyə istəmədim ki, yatmağı üçün dərman verim. Yəni belə bir şeylər dərmana ilə qarşı biraz indi düzəlmişəm. Amma xoşum gəlir ki, vitamin içməkdən, D vitamini məsələn içməkdən xoşum gəlir. İndiki zamanədə həqiqətən heç nəyə güvənmək olmur. Biz bir dəfə yoldaşımla Qəbələdə qalırdıq. Qəbələdə qaldığımız evin, hansı ki bizə o kiraya ev vermişdi, həmən evin sahibi ilə aramız o qədər gözəl idi ki, bu aspiroksu deyim, sonra davam edeyim söhbətimə. Bu aspiroksu keçən dəfə mən sizə yoxladım. Dedim ki, hansı ki divarları da gül kimi elədi. Baxın, indi vurmuşam, fərqə baxın ki, burada nə qədər. Hələ burada çox bilinmir. Digər qapıları, digər videolarda göstərəcəm sizə. Bura işıq çox düşür. Yəni vurduğum yer elə bilərsiniz ki, yəni adicə baxıram, elə bilərəm ki, qapım tərtəmizdir, amma görürsünüz vurduğum yer ağappaq olur. Hansı ki təmiz deyilmiş daydı mən qapı filan. Elə bir dərəcədə aspiroksu vurandan sonra çox bəyəndim. Qapıları elə qəşəng ağardıb ki, hansı ki mətbəxin qapısını eləmişəm. Mətbəxə keçəndə onu da sizə göstərəcəm. Bir də ikinci buranın qapısını eləyirəm. Digər qapılara hələ keçməmişəm. Amma aspiroks həqiqətən qapılarda çox yaxşıdır. Qapılar dendi, yəni mən bu ağ qapıda yoxlamışam azından. O qədər xoşuma gəlib ki, anama da keçən dəfə göstərmişəm. Anam da şok olub ki, yəni inana bilmirəm, adını mənə də de. Dedim elə aspiroksdur. Ondan sonra
Hansı ki mən sizə keçən dəfə dedim ki, divarın rəngini ağappaq bu apardı. Yəni qəşəng təmizlədi, hansı ki emulsiya vurduğum divarı qəşəng təmizlədi. Orada karandaş izləri var idi, ləkələr var idi, təmizlədi. Amma gəl gör ki, ağappaq oldu mənim suyum. Suyu divarın rəngini apardı. Amma indi baxıram ki, divarın rəngi söhbəti deyilmiş. Aspirox hansı ki mən indi Aspiroxla istifadə eləyə tripodumu götürmüşəm əlimlə. Tripodumu indi sizə çəkmək yadımdan çıxıb. Tripodumun üstü ağappaqdır. Hansı ki Aspirox vurduğum əlimi ora vurmuşam deyə. Yəni bu Aspirox daydımə quruyandan sonra ağ olurmuş. Görürsünüz yenə ağdır. Yəni qapının rəngini aparmağa bunu mümkün değildi. Qapı laklıdır. Deyəm ki qapının da rəngini apardı. Suyum belə idi ki ağappaq idi. Yəni fərqi görürsünüz nə dərəcədə təmizlədi. İnşallah gələn videolarda emulsiyada tam yoxlayıb sizə deyəcəm. Bu arada video bitməmiş əhvalatı danışım. Hansı ki biz həmən Qəbələdə bizi çox istəyən o ev sahiblərlə ki aramız da yaxşı idi. Onlar 7 gözəl şəlaləsində bal satırdılar. Mamaları bal satırdı və biz onlardan xahiş elədik ki, yəni bizi çox istəyirsiniz, biz də sizi çox istəyirik. Bal almaq istəyirik, amma həqiqətən təmiz baldır ya yox. Onlar dedilər ki, yox, mamamız evdə onu varenya kimi bişirir, səhər də aparır 7 gözəldə satır. Yəni onu deyəndən sonra artıq adamın nə dərəcədə nəyəsə güvəni olar. Çünki təbii yer dediyimiz, təbii məkan dediyimiz, rayon dediyimiz yerdə belə bal. Yəni həqiqətən mənim dayım bal işinə məşğuldur. O məşğul ondan sonra görmüşəm ki, bal nə dərəcədə çətinliklə, arı nə dərəcədə çətinliklə məşğul olunan işdir. Ona görə də onun ucuzunu almaq mümkün deyil. Baxın, bir dənə suya baxın, sözüm qutarmamış suyu da göstərim. Su ağappaqdır, heç bir divarın filan rəngini aparmırmış, sadəcə özü ağ olurmuş. Yuyandan sonra belə ağ olurmuş. İndisə burada videonu sonlandırıram artıq, çünki gecdir, mən buradan gedirəm məscidə. Gələn videolarda inşallah görüşmək üzrə. Bu sadəcə yuyulandan sonra belə rəng olur. Onlara itaat etmək Allah'a itaat, onlara asi olmaq isə Allah'a asi olmaqdır. Həmçinin deyirəm ki, həqiqətən də merac haqdır, qəbirdəki sorğu-sual haqdır. Sorğusu olmasa, insan nə vəziyyətə düşər o çətin hallarda? Yeganə qorxduqları kəs Allahdır. Çünki İmam Cəfər Sadiq əleyhissalam buyurur, yəqinin son həddi odur ki, Allahla bərabər heç nədən qorxmayasan. Ya Hüseyin vay diyərəm, əsgərə vay vay diyərəm.